Şirkətin növbəti sınaq uçuşunda istifadəyə hazırlanan gəmi 36 nömrəli Starship yuxarı pilləli raketi alovlanıb və davamlı atəş sınağından əvvəl tamamilə məhv edilib. Partlayış SpaceX raketi super soyuq metan və maye oksigenlə doldurarkən baş verib. Raketin 6 Raptor mühərrikini sınaqdan keçirmək üçün aparılan bu cür davamlı atəş sınaqları buraxılışdan əvvəl son mərhələlərdən biri kimi tanınır. 50 kilometrdən keçilir. Şahidlərin bildirdiyinə görə, partlayış 30 mil, təxminən 50 km məsafədən hiss olunub. Brownsville yanğından mühafizə idarəsi tez bir zamanda hadisə yerinə göndərildi. SpaceX isə hadisə zamanı ərazidəki personalın təxliyə edildiyini və heç bir itki olmadığını açıqladı. Azot çanı uğursuzdur. SpaceX-in CEO-su Elon Musk, ilkin məlumatların raketin faydalı yük bölməsindəki yüksək təzyiqli azot çəninin sıradan çıxdığını göstərdiyini açıqladı. Belə tanklar keçmişdə Falcon 9 raketlərinin də partlamasına səbəb olub. Musk, tankın dayanmaq üçün nəzərdə tutulmuş təzyiqin altında uğursuz olduğunu və təsdiqlənərsə, bu dizayn üçün bir ilk olacağını söylədi. Sınaqlar dayandırıla bilər.